Əgər bir insanın həyatında bir döngü varsa, o maddi və mənəvi inkişaf etməsi o demək deyil ki, döngü bitib. Yəni tutalım, nümunə gətirirəm. Zaurdur. Zaurun həyatında uşaqlıqda belə bir şey var ki, neynəsə tərs gedir. Bu bir döngüdür, uşaqlıqdan gəlir. Uşaqlıqda velosiped sürürdü, sepi çıxırdı, təkəri partlayırdı, tərs gedirdi. İndi də ola bilər ki, o bir Rolls-Royce sürür, Ferrari sürür, onun təkəri partlayır. Nə olsun ki, inkişaf eləyib? Eyni döngüdür də. Doğru. Yəni sənin uşaqlıqda, mənim uşaqlıqda, məktəbdə gördüyüm dəyərsizliklə şu an milyard dollarlıq şirkət işlədib, orada gördüyüm dəyərsizlik duyğu olaraq eynidir. Sadəcə məkan dəyişib. Burada 100 bin dollarlıq kresloda otururdum, orada 100 manatlıq partada otururdum da deyək stol arxasında. Yəni bunu maddi və inkişafla ölçməyin. Döngü döngüdür. Hər vəziyyətində səndən. Bəli.